Dünən Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə icra başçılarının sahibkarlara olan münasibətinə toxunub. Mən məsəl üçün Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, ora təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə vəzifəsindən çıxarılmışdır. Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçı təyin edilmişdir. O təyinat bir qrup şəklində bir neçə icra başçı təyin edilirdi noyabr ayında. Və o mətbuatda gedib mənim o verdiyim tapşırıqlar, sözlər, insanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluqla bağlı mübarizə, rüşvətxorluğa qarşı, korrupsiya qarşı mübarizə, sosial ədalət. Amma bir aydan sonra o təyin elədiyim adamların birini mən vəzifəsindən çıxartmışam. Yəni bu məni çox məyus eləyir. Dövlət başçısı yerli idarəçilərin sahibkarlara dəstək verməsinin əhəmiyyətini vurğulayıb və bu sahədə olan çatışmazlıqların aradan qaldırılmasının vacibliyini qeyd edib. Mövzu ilə bağlı missiyada danışan Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədr müavini deputat Azər Badamov bildirib ki, Prezident İlham Əliyev ölkədə davamlı şəkildə keçirilən struktur islahatlarla bağlı məsələyə də fikir bildirərək, əsas məsələ düzgün kadrların seçilməsində olduğunu qeyd edib. Burada xüsusi nümayəndəlik institutu və icra hakimiyyəti olmasının fərqi yoxdur. Dövlət başçısı vəzifələrə təyin olunan bütün kadrların qarşısında eyni vəzifələr qoyur. Təbii ki, dövlət başçısının imzası ilə etimad göstərmək böyük şərəfdir. Amma təəssüf ki, bəzi hallarda vəzifəyə təyin olunmuş kadrlar bu etimadı doğrultmurlar. Belə ki, etimadı doğrultmama halları həm xüsusi nümayəndəlik institutuna təyin olunmuş şəxslərdə, həm də icra başçıları arasında olur. Məsələn, Naxçıvana təyin olunmuş xüsusi nümayəndə qısa zamandan sonra işdən çıxarıldı. O cümlədən Nəsimi rayonunun icra başçısı da 47 gündən sonra vəzifəsindən azad olundu deyə o bildirib. Azər Badamov vurğulayıb ki, bu baxımdan dövlət başçımızın struktur islahatları ilə bağlı səsləndirdiyi fikirlərdən hər bir dövlət məmuru nəticə çıxarmalı və öz fəaliyyətlərini bir daha nəzərdən keçirməlidir. Yəni, əsas məqsəd xüsusi nümayəndə institutunun qurulması deyil. Burada əsas məqsəd dövlət strukturlarının şəffaf fəaliyyət göstərməsi, xalqa xidmət etməsi və dövlət başçısının göstərdiyi yüksək etimada sadiq olmasıdır. İcra hakimiyyətlərinin başçıları sahibkarların işinə müdaxilə etməməli, süni maneələr yaratmamalı, əksinə icra hakimiyyətləri sahibkarlığın inkişafına dəstək verməli, yeni iş yerlərinin yaradılmasına şərait yaratmalı və dövlət dəstəyini ifadə etməlidir. Dövlət başçısı tərəfindən təyin olunmuş rəhbərlərin vəzifələrindən azad edilməsi ya da cəzalandırılması həm də sahibkarlara qarşı tələblər qoymaqda davam edənlər üçün bir mesajdır. Dövlət başçımızın səsləndirdiyi fikirlər bütün məmurlar üçün bir yol xəritəsidir. Əks halda işində qüsurlara yol verən məmurlar cəzalanacaqlar, deputat əlavə edib. Seyranə Quliyeva, Heydər Həsənli, Missiya TV.